O dəfə də qəbul eləmədilər. Bu kitab sənə deyəcək ki, arzuna çatmaq bəzən ən böyük məğlubiyyətdir. Bu kitab sadəcə bir uğur hekayəsi kimi başlayır. Amma oxuduqca anlayırsan ki, bu tənəzzülün və daxili uçurumun hekayəsidir. Martin Eden sadə bir dənizçinin özünü sözünün gücü ilə sübut etməsinin bir hekayəsidir. Martin təhsilsiz bir gənc olsa da öz potensialına olduqca inanır. Cəmiyyət onu qəbul etmir, nəşriyyatlar isə onun yazdıqlarını bir-bir geri qaytarır. Amma bütün bunlara baxmayaraq Martin dayanmaq bilmir və bir gün o istədiyi şan-şöhrətə çatır. Amma məhz bu anda Martin anlayır ki, bir zamanlar onu yox sayan cəmiyyət artıq onu şan-şöhrətinə görə sevir. Mən bu kitabı heç bir maddi və mənəvi dəstəyi olmadığı halda öz daxilinin işığına inanan gənclərə tövsiyə edirəm. Daha maraqlı kitab tövsiyələri üçün səhifəmi izləməyi unutma.